Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Bugün Allah'ın izniyle çok mühim bir mesele barəsində götürəsiyik. Hansı ki bu mesele bütün Müslümanların üzerine düşen bir vaciptir ki bunu yerine getirsinler. Bu mesele cenaze meselesidir. Cenazenin yuyulması, cenazenin kefenlenmesi ve cenaze üçün cenaze namazının kılınması. Bunların hamısını Allah'ın izniyle əyani şəkildə göstərəsiyik. Allah'tan istəyirik ki Allah-u Teala müvəffəqiyyət versin. Amin. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adıyla. Cenazenin ilk önce yuyulma qaydası. Yumağa başlayınca bilmək lazımdır ki, yaxşı olar ki cenazenin çənəsi bağlansın. Çünkü İnsan dünyasının değiştiği zaman əzələlər boşalır ve ağız açılır ve cenazəni yuyulduğu zaman ağzına su girir. Ona göre yaxşı olar ki insan dünyasının değiştiği zaman çənəsi bağlansın ki ağzı açılmasın. Bu birinci mesele. İkinci mesele odur ki kişi bir cenazəni ancaq bir qadın yuya bilər, o da həyat yoldaşı. Onun ya bacısı, ya anası və yaxud da ki bibisi, xalası həmən ki cənazəni yuya bilməz, kişi cənazəni. Və bu da həmçinin əksi. Yəni qadın cənazəni də ancaq onun həyat yoldaşı yuya bilər. Yəni onun evladı, oğul evladı və yaxud da ki atası, qardaşı qadın cənazəni də yuya bilməzdir. Və üçüncü məsələ odur ki, ola bilər ki cənazədə bəzi ayıblar olsun. Və bu ayıblar heç kimə deyilmir. Bu ayıblar gizli saxlanılır. Ona görə yaxşı olar ki, cənazə yuyulduğu zaman orada çox adam iştirak etməsin. Kim orada yardım edəcəkdirsə, onlar orada iştirak etsinlər və digər insanların isə orada iştirak etməməsi məsləhətdir. Və ola bilər ki, cənazədə bəzi xoşa gələn əlamətlər olsun. Məsələn, insanın cənazəsini yuduğu zaman təbəssüm etməsi, gülməsi, bunu demək olar. Ancaq pis şeylərə gəldikdə isə bunlar deyilmir. Ancaq ibrət üçün cənazənin adını çəkmədən, heç bir vəsf vermədən bunu demək olar ki, insanlar ibrət alsın deyə. Ancaq həmən ki şəxsin, yəni onun aybını açmaq, hətta cənazə olsa belə demək icazəli deyil. Və dördüncü məsələ də budur ki, əsas məsələlərdən biridir. Yəni çoxumuz bundan qafilik. Cənazə ilə davrandığımız zaman sağ həyatda olan insanla necə rəftar ediriksə, necə davranırıqsa, cənazə ilə də o şəkildə davranmalıyıq. Yəni yumuşaq bir şəkildə. Bəzi insanlar dünyasını dəyişdi deyə cənazə ilə sərt davranırlar. Onlar onu qoyduğu zaman sərt qoyurlar və həmçinin çevirdikləri zaman yəni başının çaxılmasıdır və yaxud da ki əl qolunun sıyrılmasıdır. Bunlara diqqət yetirmirlər. Bu məsələ çox mühüm bir məsələdir. Bu məsələyə diqqət yetirilməlidir. İlk öncə cənazəyə başlanıldığı zaman cənazənin çənəsi açılmalıdır. Açılır və cənazəyə ilk öncə dəstəmaz aldırılır. Yəni insan necə dəstəmaz alırsa, o şəkildə cənazəyə dəstəmaz alınır və dəstəmaz aldırılınca öncə deməli yaxşı olar ki, yəni uyğun olan budur ki, cənazənin yəni 3 dəfə qaldızdırıb, otuzdurub, yəni biraz qarnının əzilməsi üçün, yəni 3 dəfə belə qaldırıb təzəldən olduğu vəziyyətinə çatdırmaq. Məsələn, bu şəkildə qaldırılır cənazə ilk öncə bu şəkildə və qarnına yüngül bir şəkildə basılır ki, qarnında olan nəcasətdir və yaxud da ki, bəzi axıntılar varsa onlar axsın. Və bunlar 3 dəfə
Bu hərəkət 3 dəfə bu şəkildə davam elətdirilir və buna da diqqət etmək lazım ki, bəzi insanlar yəni belə çox sərt basılır. Bu icazəli deyil. Və ola bilsin ki, yəni bəzi axıntılar axsın və sonra su ilə və buradan bu şəkildə su atılaraq, yəni buradan həmənki nəcasət axıb gedir. Bu ilk öncə cənazəni yuyulunca öncə olunan işlərdir. Və sonra ilk öncə cənazənin övrət yerinin yuyulması gəlir. Əldə əlcək olsa belə yaxşı olar ki, əlcək kifayət eləmir. Yəni belə bir dəsmal ola bilər və yaxud da ki, digər bunun kimi istifadə edə biləcəyiniz bir şey ola bilər və bu şəkildə əlimizi bu şəkildə hazırlayırıq və sonra cənazənin övrət yerini, ön və arxa övrət yerini yaxşı bir şəkildə yuyuruq. Bunu eləməyimizdəki səbəb ilk öncə insanın övrət yerini hiss etməməsi, bu bir. İkincisi də oranın tam olaraq təmizlənməsi üçündür. İlk öncə övrət yeri yuyulduqdan sonra və su töküldükdən sonra cənazəyə dəstəmaz aldırılır. Yəni ilk öncə bismillah başlayırıq cənazəyə dəstəmaz aldırmağa və ilk öncə əllər yuyulur. Əllər yuyulur. Yəni bu şəkildə əllər tam olaraq yuyulur. Və əllər yuyulduqdan sonra deməli sonra başlayır ağza və buruna su alınması. Ağza və buruna su alınması bu şəkildə əski götürürük və buna su ilə nəmləndirdikdən sonra ağzını bu şəkildə 3 dəfə ağzını yuyuruq və sonra burununa 3 dəfə su aldırdığımız zaman da həmçinin yəni burun deşiklərini 3 dəfə, sağ burun, sol burun 3 dəfə bu şəkildə əski pambıq vasitəsilə bunu edirik. Və sonra gəlir məsələn cənazənin üzünün yuyulması. Məsələn su tökülür, yəni bir nəfər köməkçi su tökür və su ilə yəni cənazənin üzü tam olaraq yuyulur və sonra üzü yuyulduqdan sonra yenə 3 dəfə üzü yuyulur və sonra keçirik sağ qoluna və sağ qolu həmçinin yuyulur, tam şəkildə yuyulur və sonra sol qolu yuyulur cənazənin. Sol qolu da həmçinin dirsəklərə qədər yuyulur və sonra təzəldən cənazənin başı məhs olunur. Yəni bu şəkildə necə ki sağ olan insan cənazə dəstəmaz aldığı zaman nə şəkildə edirsə, ön hissəsindən axıra qədər və axırdan da təzəldən qaytarır, önə qədər bu şəkildə yuyulur. Və sonra sağ ayaq yuyulur. Sağ ayaq yuyulur. Yəni sonra da sol ayaq yuyulur. Və bu şəkildə dəstəmaz tam olaraq aldırılır. Dəstəmaz aldıqdan sonra cənazənin yuyulmasına başlayırıq. Cənazə ilk öncə başı yuyulur və sonra sağ tərəfi yuyulur və sonra sol tərəfi yuyulur. Necə ki bir şəxs, yəni qüsl aldığı zaman nə şəkildə qüsl alırsa, bu şəkildə alınır. Deməli cənazənin yuyulmasına gəldikdə isə yaxşı olar bir dəfə yuyulması kifayət edir. Bir dəfə. Ancaq 3 dəfə yuyulması, yəni tək sayda yuyulması sünnədir. Məsələn 3 dəfə ola bilər ki, elə cənazələr var ki, onlara yəni 3 dəfə kifayət eləmir. Ola bilsin ki, Allah qorusun, tüstüdə boğulmuş, yəni yanan bir evin içində tüstüdə boğulmuş, his basmış bir halda olan cənazələr var. Məsələn, onların daha çox yuyulmasına bəzən ehtiyac olur. Bu zaman tək sayda yuyulur. 3, 5, 7 bu şəkildə yuyularaq cənazə yuyulur. Və ilk öncə cənazəni yumağa başdan başlayırıq. Başa su tökülür və yenə dediyimiz kimi yəni cənazə ilə rəftar etdiyimiz zaman sağ insanla necə rəftar ediriksə o şəkildə rəftar etməyi. Və cənazənin başı, üzü, gözü yuyulur və sonra yuyulduqdan sonra və sabunlanır. Gözəl bir şəkildə sabunlanır, yuyulur və sonra cənazənin sağ tərəfi
cənazənin sağ tərəfi. Deməli kişilərdə köbəklə diz arası bağlı olur. Amma qadınların cənazəsində isə sinədən dizə qədər olan bir hissə bağlı olur. Və cənazənin sol tərəfə çevirmək üçün ilk öncə sağ ayağını sol ayağının üstünə bu şəkildə qoyuruq və sonra cənazəni bu şəkildə gözəl bir şəkildə yönləndiririk. Və yönləndirdiyimiz zaman və həmçinin su tökür, sağ tərəfinə su tökülür, 3 dəfə su tökülür, yuyulur və bu şəkildə ta başından ayağına qədər sağ tərəfi yuyulur, sabunlanır və sabunlanıb sonra yuyulur və sonra həmçinin cənazəni olduğu vəziyyətə gətiririk və ikinci dəfə cənazəni, yəni bu tərəfdə sol tərəfində yumaq üçün cənazəni eyni şəkildə bu tərəfə yönləndiririk. Və həmçinin də su tökərək cənazənin belinin arxasıdır və bu şəkildə ayaqları bütöv tam olaraq yuyulur. Və beləcə bu cənazəni bir dəfə yumuş sayılır. Və bu şəkildə cənazə 3 dəfə, 5 dəfə yuyula bilər. Amma bir dəfə yuyulması kifayətdir. Amma yaxşı olar ki, sünnəyə uyğun olaraq 3 dəfə yuyulsun. Və cənazə bu şəkildə tamamlanır. Cənazənin yuyulması və cənazə yuyulduqdan sonra və cənazə qurulanır. Və olduğu yerdə, yəni insan necə qurulandısa, o şəkildə cənazənin saçıdır, saqqalıdır, bütün bədənidir, hər bir yeri biz cənazəni quruluyuruq və quruladıqdan sonra və həmçinin daşın üstündə bütün hər tərəfini quruluyuruq ki, kəfənləndiyi zaman, yəni həmənki kəfənə su dəyməsin. Bütün ayaqları, hər bir yeri qurulanır. Sadəcə üstündə bu parçası qalır və bu parçanı da başqa bir parça ilə əvəz edirik. Məsələn, bunu üzərinə bu parçanı, başqa bir təmiz parçanı salaraq üstdən altdakı digər parçanı biz çəkə bilirik. Yəni bu şəkildə, zəhmət olmasa, bu şəkildə biz bu nəmli parçanı götürürük və bu şəkildə həm cənazənin övrət yeri açılmır və həmçində sulu parçanı oradan çıxarmış oluruq. Və bu şəkildə daşın üstü də quruduqdan sonra və cənazəni də biz quruladıqdan sonra ikinci mərhələ gəlir cənazənin kəfənlənməsi. İlk öncə kəfənin hazırlanması var. Kəfənin hazırlanmasına gəldikdə isə deməli 3 parça götürürük. 3 parça. Deməli ilk öncə bu parçanı açırıq. Parça tam olaraq açılır. Bu bir. Tamam. Bu bir parça. Bu ikinci parça. Hamısı üst-üstə qoyulur. Uçları bərabərləşdirilir. Tamam. Tamam. Düzelt. Tamam. Üçüncü parçayı da götürürük. Bu 3 parça üst-üstə qoyulur. Parça üst-üstə qoyulduqdan sonra ucları hamısı bərabərləşdirilir. Tamam. Və sonra bu parçanın bir tərəfini biz qatlayırıq. Bu şəkildə qatlayırıq. Tələsmə.
Balaca az qatla. Aha. Bu şəkildə qatlayırıq. Bir dənə də qatlayırıq. Bir dənə də qatlayaq. Bir dənə də. Tamam. Bu şəkildə qatlayırıq. Biraz da qatlamaq var. Çoxdur. Çoxdur. Tamam. Bu şəkildə qatlayırıq. Kəfənin rənginə gəldikdə isə kəfən başqa rənglərdə də ola bilər. Ancaq ən gözəli kəfənin ağ rəngdə olmasıdır. Cənazənin kəfənlənməsinə gəldikdə isə bəzən yəni cənazə ağır olur və onu başqa yerə götürmək istəyirlər və başqa yerdən onu başqa bir yerə düşürmək istəyirlər kəfənlənmək üçün və bu da cənazəni kəfənləyənlər üçün çox ağırdır. Amma əsl qaydası, ən uyğun, rahat qaydası isə inşallah indi göstərəcəyik. Yəni cənazənin özünün qurulandıqdan sonra və həmçinin daşın üstü qurulandıqdan sonra və yəni qaydasını inşallah göstərəcəyik. İlk öncə kəfəni götürürük. Kəfənin bağlanan tərəfi, o biz tərəfini verir. Bu tərəfi, qatlanan tərəfini cənazə tərəfi edirik. Hansı ki qatlanmışdıq. Burası sallanır aşağı, salla burasını aşağı. Tamam. Və sonra necə ki yuduğumuz zaman cənazəni fırlamışdıq. O formada övrət yeri açılmadan biz cənazəni yenə eyni formada tərəfə çəkirik və həmənki parçanı bükdüyümüz parçanı alta salırıq və sonra cənazəni rahat bir şəkildə bayaqki yerinə qaytarırıq. İndi isə bu şəkildə. Və bu şəkildə biz rahat şəkildə kəfəni cənazənin altına salmış olduq. Bu şəkildə kəfən cənazənin altına düşmüş olur. Və indi isə gəlir, yəni kəfənləməzdən öncə hədisdə gəldiyi kimi cənazəni kəfənlədiyimiz zaman səcdə əzaları ətirlənir. Səcdə əzaları ətirlənir. Yəni alındı və həmçinin yəni burundu. Yəni bu şəkildə səmtimiza. Yəni bu şəkildə cənazənin əza üzvləri ətirlənir bütün. Sonra bu ətiri ətirlənir. Və həmçinin də ayaqlarının əza üzvləri ətirlənir. Bütün bədən də ətirlənə bilər. Ancaq yaxşı, əgər ətir azdırsa, sadəcə əzalar ətirlənsə kifayət edər. Və sonra gəlir kəfənlənmə. İlk öncə sol tərəf gətirilir və ikinci sağ tərəf gətirilir. Məsələn, bismillah. Sağ tərəf gətirilir. Bir şey yaddan çıxdı. Əllərin qoyulma şəkli. Əllər bəziləridir ki, bağlanılır bu şəkildə. Ancaq uyğun olan odur ki, əllər bağlanılmır, əllər yanında qalır. Bu şəkildə cənazə kəfənlənir. İlk öncə deməli sağ, birinci sol tərəfi, yəni cənazənin sol tərəfi. Bir qatı götürürük, 3 qatdan ibarət kəfən. Bir qatı götürürük və bir qatı tam olaraq gətiririk bu şəkildə. Və ikinci qatı onun üstünə götürdüyümüz zaman artıq
övrət yerini örtən dəsmalı götürə bilərik. Və bu bir qatı tam olaraq sıxışdırırıq. Yəni şəkildə alta qədər salırıq. Və ikinci qatı, sağ qatı sol qatın üstünə gətiririk. Bu şəkildə və həmçinin də bu qatı da yaxşıca belə sıxışdırırıq. Və sonra ikinci qat eyni şəkildə birinci qatı necə etmişdiksə o formada gətiririk yenə. Yenə gözəl bir şəkildə bərkitirik. Üçüncü qat. Və sonuncu qat. Tamam. Sonra bağlayırıq. İlk önce belə uzun olsa kəsə də bilərik. Tut buradan. Yəni bunları elə bağlayırıq, dügüm salmırıq. Çünki bunlar qəbirdə açılmalıdır. Və elə də bağlayırıq ki, sonra problem yaratmasın. Və getir. İkincisi, yani düz ortadan, buradan zahmet olmasa, düz ortasına kadar, tamam. Buradan bağlanır. Bu şekilde. Son olarak da bu şekilde bağlanır. Və beləcə bu şəkildə cənazə hazır olur. Və cənazə qəbrə qoyulduqdan sonra bu düyümlər hamısı açılır. Necə ki fikirirsiniz? Yəni bu şəkil necə bağlanmışsa açılır. Bu iplər belə aralanır, açılıb bir şəkildə cənazə qoyulur qəbrə. Qəbrə qoyulduqdan sonra açılır. Və son olaraq da cənazə üçün cənazə namazının qılınması gəlir. Cənazə namazı elə bir namazdır ki, fərdul kifayət. Yəni ümumi götürsək bütün müsəlmanların üzərinə vacibdir. Ancaq bir toplum insan edərsə bunu, digər insanların üzərinə məsuliyyət qalxır. Və cənazə namazının qılınması da digər namazlardan fərqli olaraq cənazə namazında rükû və səcdə olunur. Cənazə cəmaatın önünə qoyulur və sonra və onun kişi və qadın olması barəsində cəmaata məlumat verilir və sonra cənazə namazı qılınır. Cənazə namazı 4 təkbirdən ibarət olan bir namazdır. 4 təkbirdən ibarət olan bir namazdır. Birinci təkbirdən sonra Allahu Akbar, əllər qalxır, bağlanılır. Subhanəkə Allahümmə oxunmur. Sadəcə Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim. Fatihə surəsi oxunulur. Və sonra ikinci dəfə Allahu Akbar təkbir gətirilir. Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirilir.
Allahumma salli ala Muhammed və ala ali Muhammed kəmə salleytə ala İbrahim və ala ali İbrahim axıra qədər. Və sonra üçüncü təkbirdən sonra Allahu Akbar, cənazəyə xas dua oxunur. Əgər duanı oxuya bilən varsa oxuyur, oxuya bilən yoxdursa, Allahummağfir ləhu vərhamhu, Allahım onu bağışla, ona rəhm et. Bu şəkildə dua edir. Və dördüncü təkbirdən sonra, Allahu Akbar dedikdən sonra, Əssəlamu aleykum və rəhmətullah, Əssəlamu aleykum və rəhmətullah salam verilir. Burada ixtilaf var, əllərin qalxması və həmçinin sadəcə sağ tərəfə salam verilməsi barəsində alimlərin görüşləri var. İndi son olaraq da cənazə namazının qılışını göstəririk və bununla da Allahın izni ilə tamamlayırıq. Cənazə namazı qılındığı zaman Allahu Akbar, Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Maliki yevmiddin, İyyâke na'budu ve İyyâke nesta'in, İhdinas sıratal müstakim, sıratal lezîne en'amte aleyhim, gayril mağdubi aleyhim veleddâlin, amin. Allahu Akbar, Allahümme salli ala Muhammed ve ala ali Muhammed, kema salleyte ala İbrahim ve ala ali İbrahim, inneke hamidun mecid. Allahümme barik ala Muhammed ve ala ali Muhammed, Allahümme kema barakte ala İbrahim ve ala ali İbrahim, inneke hamidun mecid. Allahu Akbar, Allahümme gfir lehu varhamhu, Allahümme gfir lehu varhamhu, Allahu Akbar. Esselamu aleykum ve rahmetullah, Esselamu aleykum ve rahmetullah. Bu şəkildə cənazə namazı da tamamlanır. Allahdan istəyirik ki, Allah-u Teala bu çəkilişi bu ümmət üçün faydalı etsin. Əmin. Və Allahdan istəyirik ki, Allah-u Teala bütün çətinləri bizim üçün asanlaşdırsın. Bəzi insanlar var ki, belə asan bir şeyi üzərində çətinliyə düşürlər, bilməməzlikləri ucbatından və baxırsınız ki, cənazənin yuyulmasıdır və həmçinin cənazənin kəfənlənməsidir, xatalar baş verirlər və cənazə namazının qılınmasında çoxlu xatalar baş verilir. Bu videonu çəkməkdəki məqsədimiz də budur ki, müsəlmanlar bu məsələ barəsində cahil olmasınlar, elmlənsinlər. Şərt deyil ki, insan vəfat etdiyi zaman, bir şəxsin valideyni vəfat etdiyi zaman, öz yaxını vəfat etdiyi zaman mütləq cənazə yuyan onu gəlib cənazəsini yumalıdır. İnsan özü bunu etməlidir. Ən yaxınları, ilk öncə ən yaxınları bunu etməlidirlər. Yəni bu şəkildə Allahın izni ilə ümid edirəm ki, artıq bilməyənlər üçün asanlaşar. Allahdan istəyirəm ki, Allah-u Teala eşidib faydalanmaq nəsib etsin və hər bir xeyir üzərində bizi müvəffəq etsin. Əmin. Subhanəkəllahumma bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu ileyk.